Azərsuda 2 milyarda yaxın bildiyimə qədər o zaman yeyinti olmuşdu. Yeni nazir o problemi gündəmə gətirirmi? Deyirmi ki, bu pullar hardadır, qaytarın? Yox. Bakı şəhərinin istənilən bir rayonun su kanalizasiya idarəsinin 2 milyon, 3 milyon borcu var. Mal material satılıb, onun yerinə iş görülməlidir, heç biri görülməyib. Yeni idarə rəisi təyin olunur. İdarə rəisinə deyirlər ki, köhnə məsələsini gündəmə gətirməyəcəksənsə səni təyin eləyək. Ölkə getdikcə beləcə cinayət burulğanında üzülür. İndi insanlar su burulğanında boğulurlar, evləri, eşikləri batır. Amma Azərbaycan cinayət dənizində boğulur. Azərbaycan Dövlət Su Agentliyinə bir rəis təyin olunur, nazir, sədir, Zavur Mikailov. O, əvvəllər Meliorasiya Nazirliyinə Əhməd Əhmədzadənin yerinə təyin olundu. Uzun müddət müavinləri onunla bir yerdə işlədi, Əhməd Əhmədzadənin. Əhməd Əhmədzadə də başı nazirə müşavir getdi, yenidən oranı idarə elədi. Həmin naziri tamamilə öz nəzarətlərinə keçirəndən sonra daha böyük bir status verdilər. Azərsu da birləşdirildi, Azərbaycan Dövlət Su Agentliyi yarandı. Azərbaycan Dövlət Su Agentliyi bugün gedib yoxlama aparılsına başdan başa cinayətin içərisində. Orada bir Aslanov, bu vaxtda oğlu da İngiltərədən milyonlarla mülk məsələsində məhkəməsi gedirdi. Mədənləri var, Çıngılqum, onlara nəzarət edir, hamısının yenidən satışı ilə məşğuldur. Hər yer artıq gəlir mənbəyinə çeviriblər. O adam haqqında danışır, əslən onun vəzifəsini böyüdürür. Niyə? Çünki arxasında duran qüvvələr nazir səviyyəsindən də yuxarıdadır, hər yerdə vardılar. Nazirlikdə aparat rəhbəri var. Nazirlikdə. Aparat rəhbərini prezident təyin eləmir, nazir təyin edir, bilirsiniz, bütün nazirliklərdə. Nazirin birinci müavini, nazir müavinini prezident təyin edir. Prezidentin təyin elədiyi nazir müavinlərini aparat rəhbəri idarə edir. Aparat rəhbəri də kənardan qoyulur axı, prezidentin sərəncamı yox, yoxlamadan keçmir, özləri qoydurur. Onun əlinlə nazir müavinləri idarə olunur. Nazir müavinləri orada heç kimdə iş görənmirlər. Bütün səlahiyyət aparat rəhbərində Fuad Quliyev adında bir nəfərdir ki, o restoranlar kralı sayılır. Onun suya aidiyyəti yoxdur. Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi. Oranın aparat rəhbəri Fuad Quliyev restoranlar kralıdır. O adamın Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinə və suya və meliorasiya aidiyyəti olmayan adamdır. Sadəcə bu işi çox güclü bilir. Onun qəbuluna nazir müavinləri düşə bilmir. Mən də tam içdən aldığım bilgilərə görə nazir müavinləri həftələrlə ona müraciət edirlər ki, müəyyən işi görmək lazımdır, görüşmək lazımdır, deyir baş qarışıq. Nə ilə məşğuldur? Kadr dəyişkənliyi, kimi götürək, kimi qoyaq, nə qədər alaq. Və eyni zamanda hansı tender həyata keçirildi, nə qədər alacaqlar, kimi təyin eləyəcəklər, ancaq o işinə məşğuldurlar. Prezident də kanalizasiyanın yenidən qurulması ilə bağlı yeni layihə təsdiq edilib və onun icrası ilə bağlı sərəncam verilib, böyük miqdarda vəsait ayrılıb. İndi o vəsaiti necə dağıdacaqlar, onunla məşğuldurlar. Fuad Quliyev aparat rəhbəri təyin olunandan sonra nazirlə qud olub. Həmin Dövlət Su Agentliyinin sədrinlə qud olub. Nazirliyi prezidentin təyin elədiyi Zavur Mikailov deyil, restoranlar kralı Fuad Quliyev idarə edir. Fuad Quliyev kimlə bağlıdır? Bağlı olduğu qüvvələrin heç birinin Azərbaycan dövlətinə və prezidentə aidiyyəti yoxdur. Bir Əhməd Əhmədzadə, Abbas Abbasov, Çovdarov, o idarənin bugün idarəçiliyi tamamilə onlardadır. Su Agentliyinə adından... İlk dəfə Fuad Quliyevin adını eşidirəm. Tahir adında gənc bir oğlan təyin olunub, onun sudan xəbəri yox. Kimin adamı olsa yaxşıdır? Abbas Abbasovun ən yaxın ailə üzvlərindən biridir. Bəs siz yaxşı, Su Agentliyinin içini belə bilirsiniz? Öz yanına kimi götürüb işlərə Çovdarovun adamlarını. Azərbaycanda milli dəyərlərə söykənən bir adamı siz orada tapa bilməzsiniz. Gedin, suya aidiyyəti olmayan adamların çoxsu idarə rəisləri, çoxsu qohum və qərabalardır, məhəllə uşaqlarıdır. Belə anlayış var, nazir qudasını aparat rəhbəri təyin edir, ya da aparat rəhbərindən quda olubsa da, biz də öz qohumlarımızı gətirməliyik. Və eyni zamanda qohum olmayanlarla da qohum olmalıyıq, kirvə olmalıyıq, ən uzaq formada kirvə olurlar, bir-birinə bağlanırlar, olurlar cinayətkar bir şəbəkə.
Bu Tahir su agentliyindən danışırıq. Ölkənin su basırı adı heç yerdə çəkilmir. Niyə? Heç deyən var ki, bu idarənin rəisi kimdir, nə ilə məşğul olur? Bir dənə xəbər yayıldı ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə bir yerdə o 2 mərtəbəli evin, kollektorun üstündəki evin söküntüsündə iştirak ediblər. Gecə ilə o ərazidə. Kim edib o da adları belə qaranı çəkir? Bəli, olmadı. Siz bir yağışla müharibə aparamırsınız. Azərbaycan üstünə gəlsələr, siz hamınız qarşı tərəfə keçəcəksiniz. Dövləti dağıdanlardan danışırıq, dövləti dağıdanlar dövləti idarə edir. Düşünün, ölkədə vəziyyət nə yerdədir? Fuad Quliyev dediyim adamla qısa danışdım. Onun bütün işi gücü hansı restoranda nə qədər adam gəldi, nə qədər pul qazandı onu hesablayır. Bir də kimə nə qədər, hansı kadr nə qədər pul verdi, nə qədər borcu var, onun nə vaxt ödəyəcək, onun hesablamasına məşğul olur. Yəni, Nazirliyi də o idarə edir. İnformasiyalarınız səhihdir deyirsiniz, dəqiqdir deyirsiniz. Hələ mən bildiyimin 50də birini danışmıram. Şansı yerdən nəyə, kimə veriblər, necə alıblar. Çovdarovu bunlarla kim bağlayır, hansı kadr? Çovdarov hələ diri da. Çovdarov, bunlar nə vaxt ölüb ki? Ramiz Ənvərov isə cinayət açıldı, düzdürmü? Məhkəmə şüva gedir, ha? Arada yanan hələli Əli Kərimlidir, o da cəzaevindədir. Kimisə prosesə cəlb eləyiblər. Bütün kadrları iş başındadır da. Abbas Abbasov dövlət çevrilişində adı hallanır. Abbas Abbasovun kadrı Azərsuya rəhbərlik edir, Tahir. Qardaşı, oğlu Özbəkistanda səfirin birinci müavinlik olaraq görevdə davam edir. Çox sayılı bütün qohum əqrabaları. Kimsə onlara toxunur. Bu cinayət işini açmayın. Açırsınız, arxasında durun da. Açırsınız o cinayət prosesinin mahiyyətini, bu millət açın, onu irəli aparın, dövləti xilas eləyin. Açmayın onda. Qoyun cəmaət bilməsin, elə desin ki, hər şey gözəl gedir. Cinayətkarları bir təpəsini elan edirsiniz, ətrafdakılar keyf edir. İndi də İsrail-İran müharibəsi etdiyi bir zamanda ən çox Azərbaycanda İranın məğlub olmasını istəyən elə bu qüvvələrdir. Niyə? İran dağılsın, o dağıntıda altında Azərbaycan qalsın, bunlar cinayətdən xilas olsunlar.